Salam, hörmətli tamaşaçılar. Din və Cəmiyyət verilişi efirdədir. Sizinlə bugünkü görüşümüz müsəlmanlar üçün iki ən şərəfli günlərdən birinə, yəni Qurban Bayramı gününə təsadüf edir. Bəli, bugün Qurban Bayramı günüdür. Allaha sevginin, məhəbbətin və fədakarlığın rəmzi olan bir gündür. Və bugünkü verilişimizi də biz təsadüfi deyir ki, Qurban Bayramı mövzusuna həsr etmişik. Qonaqlarımızı sizə təqdim etmək istərdim. Bugünkü qonaqlarımız İlahiyyat elmləri üzrə fəlsəfə doktoru Elşad Mahmudov və dini məzmunlu şeirləri ilə hamımıza yaxından tanış olan Arif Buzovnalıdır. Mən sizi salamlayıram, verilişimizə xoş gəlmişsiniz. Elşad müəllim, mən istərəm tamaşaçılarımıza qısaca olaraq Qurban Bayramının tarixçəsi haqqında bir qədər məlumat verək. Qurban Bayramının mənşəyi haralara gedib çıxır? Kimlərin, hansı şəxsiyyətlərin adları ilə və tarixləri ilə bağlıdır? Bu barədə çox qısaca məlumat verin. Hər dövrdə, hər yerdə müxtəlif dini etiqadlı olan insanlar qurban adətini, qurban ibadətini yerinə yetirmişlər. Müxtəlif şəkildə olmuşdur bu. Amma İslam dininə baxdığımız zaman, İslam dininin mənbələrinə baxdığımız zaman o müxtəlif adətləri tam şəkildə formalaşdıran, uyğunlaşdıran, həm insan fitrətinə, həm uca yaradıcıya uyğun bir şəkildə ortaya qoyan İslam olmuşdur. Çünki əvvəlki dövrlərə baxdığımız zaman qurbanın öz formasından çıxdığını görürük. Bəzi dövrlərdə tanrıların qəzəbini sakitləşdirmək üçün qurbanlar verilirdi. Elə dinlər var idi ki, elə etiqadlar var idi ki, orada insan belə qurban verilirdi. Lakin İslam bütün bu öz etiqadına görə nöqteyi nəzərdən baxdığımız zaman batil düşüncələri ortadan qaldırmış və qurbanı tam uyğun bir şəkildə öz yerinə oturtmuşdur. Əlbəttə, qaynaqlarına baxdığımız zaman ilk qaynaq Quran-ı Kərimdir bununla bağlı. Biz Quran-ı Kərimdə Peyğəmbərlərin qissələrində qurban ibadəti ilə bağlı hadisələrə rast gəlirik. Adəm əleyhissalamla əlaqəli olduğu da deyilir. Amma bugünkü mənada qurban ibadətini ki biz yerinə yetiririk, Peyğəmbərlərin cəddi sayılan, atası sayılan İbrahim əleyhissalamla bağlı əlaqəli olduğunu görürük. Saffat surəsinin 102-108-ci ayələrinə diqqət etdiyimiz zaman burada bu hadisəni böyük bir ehtişamla ortada olduğunu görürük və bizə təqdim olunur. İbrahim əleyhissalam bir oğlunun dünyaya gəlməsi üçün Allah Teala dua edir və Allah Teala ona bir övlad verir ki adını İsmail qoyur. Peyğəmbər olaraq bilir ki İsmail əleyhissalam və daha sonra da Allah Teala onu imtihan edir və İsmail əleyhissalamı onun yolunda qurban edilməsini əmr eləyir. Bunun da açığını ifadə edeyim ki çox hikmətləri var. Əslində burada İsmail əleyhissalamın qurban edilməsi və daha sonra İbrahim əleyhissalam bunu yerinə yetirdiyi zaman Allah Taala'nın bir qurbanlıq, bir qoç göndərməsi bayaq dediyim köhnəlmiş və ya səhv zehniyyətin ortadan qaldırılması ilə əlaqələri idi. Yəni insanlara Allaha qurban vermək olmaz. Bu pis adəti ortadan qaldırmaq üçün Allah Teala İsmail əleyhissalamın yerinə bir qurban göndərir ki, insanlar bundan sonra heyvanları və şəriətin müəyyən etdiyi heyvanları Allah Teala'ya qurban versinlər. Peyğəmbərimizin Həzrəti Məhəmməd sallallahu aleyhi və alihi və səlləmin həyatına baxdığımız zaman görürük ki, o da İbrahim əleyhissalamdan qalmış bu qurban ibadətini ehya etdi, dirçəltdi. Nəyə görə? Təhrifə məruz qalmışdı. İnsanlar bütlərə qurban kəsirdilər. Bayaq dediyim şəkildə müxtəlif tanrı anlayışları var idi. O tanrılara qurbanlar kəsirdilər və ya insanları qurban verirdilər və ya şəriətin müəyyən etdiyi xaricində olan heyvanları qurban verirdilər. Peyğəmbərimiz bu adəti, bu ibadəti ehya etdi və onun bunu ehya etməsi də Allahın əmri iləndir. İkinci bir dəlil Kövsər surəsində hamımızın bildiyi Peyğəmbərimizə buyurulur ki Fəsalli li rabbikə vənhər Rəbbin üçün namaz qıl və eyni zamanda Rəbbin üçün qurban kəs əmri Peyğəmbərimizə gəlmiş və Peyğəmbərimiz də bu əmri yerinə yetirmiş, o da qurban kəsmiş və ümmətinə də bu mənada nümunə olmuşdur və tövsiyə etmişdir ki onlar bu qurban ibadətini yerinə yetirsinlər, Allah üçün qurban kəssinlər. Çünki nəyə görə Allah üçün dedik? İslamda hər bir şey Allah üçündür. Allahın razılığını qazanmaq üçün, Allahın mükafatını, Allahın savabını qazanmaq üçündür. Elə qurbana baxdığımız zaman da qurbanın istər hərfi mənada olsun, istər termin mənası olsun, qurban qarbə, Allaha yaxınlaşmaq deməkdir. Yəni biz qurbanlarımızı sadəcə və sadəcə Allaha yaxın olmaq üçün kəsirik. Peyğəmbərlər də bunun üçün kəsmişdilər. Peyğəmbərlərin davamçıları olan, onların davamçıları olan insanlar da bu mənada Allaha yaxın olmaq üçün, savab və mükafat qazanmaq üçün ibadət niyyəti ilə
bu ibadəti yerinə Sözünüzün yetirilir. qüvvəti elə Quran-ı Kərimin də ayələrindən birində buyurulur ki, sizin kəsdiyiniz qurbanın ətindən onsuz da Allaha çatmaz. Yəni bu sizin üçündür və sizin Allaha yaxınlaşmağınız üçündür. Arif müəllim, bayram əhval-ruhiyyəsi barədə gəlin bir qədər danışaq. Bu gün İslam aləmində çox böyük, çox möhtəşəm günlərdən birisidir. Və Rəşad müəllim də bayaq dediyi kimi bizim Peyğəmbərimiz də daxil olmaqla, ondan sonraki müqəddəslərin, səhabələrin, övliyaların, müsəlmanların ümumiyyətlə bütün dünya müsəlmanlarının 1400 ildir ki, böyük bir təntənə ilə qeyd etdikləri bir gündür. Əzəmətli bir bayramdır. Adından da hətta belə bir ad da verirlər bu günə. Bax, bu bayram ümumiyyətlə İslam ənənəsində nə deməkdir? Yəni bir müsəlman bayramı necə qarşılamalıdır? Bir müsəlman üçün bayram, bayram əhval-ruhiyyəsi, bayram düşüncəsi nə deməkdir? Çox doğru buyurdunuz. Çünki sözün özündə, elə sizin söylədiyinizin içərisində onun cavabının ipuçları var idi. Əvvəla alim qardaşımızın o sözünün davamı olaraq deyim ki, Allahın hər hansı bir qurban ətinə və ya qoça ehtiyacı yoxdur. Çünki Allah Teala Quran-ı Kərimdə də buyurur ki, o ehtiyacsızdır, heç nəyə ehtiyacı yoxdur. Amma insanların buna ehtiyacı var. İnsanlar o qurbanı kesməklə öz ehtiyaclarını ödəyirlər və bunu da qeyd eləyirlər ki, sizin buyurduğunuz kimi bayram şəklində qeyd eləyirlər. Bayram bir sevinç deməkdir, şadlıq deməkdir. İnsanların sevinməsi deməkdir də, bir yerdə özü cəm halda sevinməsi deməkdir. Nəyə sevinirlər bunlar? Çox doğru sualdır ki, nəyi bayram eləyirlər? Birincisi, onu bayram eləyirlər ki, onlar bir müqəddəs adət və ənənəni, dədə-babalarından gələn adət və ənənəni yerinə yetirirlər. Yəni, o yoldadılar, o yolun əbədi olduğunu, öz kimliklərini də onun içərisində qoymaqla vurğulayırlar bir daha. İkincisi, qeyd olundu burada, ümumiyyətlə, hər hansı bir vacib əməl ki var, ki qurban da o vacib əməllərin birinin içində daxildir, yəni həcc mərasiminin içində daxildir. Orada bir niyyət var. O niyyətin özündə də, eləcə də namazda da həmin niyyət var, digər orucluqda da, oruc tutanda da həmin niyyət var. Yaxınlıq məsələsi var, Allaha yaxın olmaq, o gün Allaha qovuşmaq, bəlkə o zərrənin küllə qovuşması, biraz irfani dildə desək, və yaxud poetik dildə desək, o yaxınlığı qeyd edirlər ki, bugün bu mərasimi yerinə yetirməklə, bəndə ilə Yaradanın arasında bir yaxınlıq baş verdi. Çünki orada dualar yerinə yetirilir, o bir mərasimdir, insanlar bir yerə yığılır, silə-i rəhm olunur, qohumlar bir-birinə yaxınlaşırlar, qonşular bir-birinə yaxınlaşırlar, müəyyən o kesilən qurbanlıqdan fəqir-füqaraya paylanır və s. Və daha bir məqamı insanın Allah qarşısında imtihandan çıxa bilməsi bayramıdır. Çünki İbrahim Peyğəmbər, İbrahim əleyhissalam o qurbanı ki, övladına aparmışdı, qoç qurbanı kesməyə, o imtihandan çıxdı, yəni o bıçağı onun boğazına çəkdi. İnsan, yəni Allah qarşısında, bəndə Allah qarşısında imtihandan çıxa bildiyi bir gündür. Bu da bir bayram əhval-ruhiyyəsidir. O cümlədən insanların səxavəti bu gün cuşa gəlir. Yəni, o ki, Allaha yaxın olublar və hiss edirlər o yaxınlığı. İstəyirlər ki, nə eləsə, özlərini o yaradanlarının qarşısında göstərsinlər. Bizim dilinə deyəndə, necə ki, bir işçi bir müdürün qarşısında özünü göstərər o səliqəsi ilə, səhmanı ilə. Ona bənzər bir şeydir ki, insan da səxavəti ilə, insanpərvərliyi ilə, müəyyən miqdarda o halal pulundan ayırıb, qurban alıb fəqir-füqaraya paylaması ilə və yaxud hər hansı bir xeyir işdə iştirak etməsi ilə, o cümlədən lap yerinə düşərdi ki, müəyyən uşaq evləri var, qocalar evləri var ki, onların daimi o diqqətə ehtiyacı var və o ehtiyac sözü ki, Allahın bayaq dedi, qeyd etdiyi ehtiyacı yoxdur. Amma o ehtiyacı olan insanlara, Allahla o insanların arasında bir vasitə olmaq, özü bir bəndəçiliyi yerinə yetirməkdir. Və bu bayram əhval-ruhiyyəsini cəmiyyətin içərisində yaratmaqdır. Məncə, hər insan buna elə bayram kimi, sadəcə onun bəlkə o dini dərinliklərini, incəliklərini bilmədən, rəmzi mənalarını dərk eləmədən, bayram şəklində heç olmasa buna qoşulsa, Allah ilə irtibatı yarada bilsə və insanlar üçün xeyrxahlıq, belə deyək də, rəmzinə çevrilə bilsə özü, digərlərindən ona təhrik eləyə bilsə, o əsl bayram
Məncə elə bu deməkdir. Və günahlardan uzaq olsun. Çünki elə Təbii ki. Həzrət Əlinin də gözəl bir sözü var ki, Allaha asi olmadığımız, günah etmədiyimiz hər gün bizim üçün bir bayramdır. Bizim süjetimizin vaxtı gəlib çatdı. Mən də tamaşaçılarımıza bir hədiyyə təqdim etmək istərdim. Peyğəmbərimizin müqəddəs əmanətlərini istərdim tamaşaçılarımız seyr etsinlər. Bu barədə bir süjet hazırlamışıq. İstanbulun Topqapı Muzeyində saxlanılan 1400 ildir ki, böyük ehtiramla qorunan və müsəlmanlara nümayiş etdirilən Peyğəmbərimizin mübarək əmanətlərini. Gəlin elə birlikdə həmin süjeti izləyək. İstanbul şəhərində Bosfor boğazının sahilində yerləşən bu yer məşhur Topqapı Sarayıdır. 1453-cü ildə Fatih Sultan Mehmet tərəfindən İstanbulun fəth edilməsindən dərhal sonra inşasına başlanmış bu saray uzun əsrlər boyunca Osmanlı sultanlarının iqamətgahı olmuşdur. Sultanlar bu sarayda taxta çıxır, qonaqları qəbul edir, dövlət tədbirlərini və bayram mərasimlərini keçirirdilər. Sarayın ən mühüm hissəsini Xirqe-i Səadət Dairəsi adlı kompleks təşkil edir. Həzrəti Məhəmməd Peyğəmbər Sələvatullaha aid olan xirqə, yəni əba, bu kompleksin daxilində mühafizə edildiyi üçün ona bu ad verilmişdir. Xirqe-i Səadət Dairəsi 4 otaqdan ibarətdir. Şadırvanlı sofa, yəni dəstəmazxana adlanan birinci otağın ortasında mərmər hovuz yerləşir. Saraya daxil olan bütün qonaqlar içəriyə çöldən toz gətirməmək xatirinə bu hovuzda əllərini yuyar və dəstəmaz alardılar. Osmanlı sultanları müqəddəs əmanətlərin yerləşdiyi otaqların tozunu belə zibilliyə atmağa icazə vermirdilər. Süpürülən toz torpağı sarayın girişindəki quyuya tökürdülər. Bu, Həzrət Rəsulullaha ehtiramın ən böyük nümunəsi idi. Müqəddəs əmanətlər muzeyinin ən dəyərli eksponatı Peyğəmbərimizin xirqəsidir. 124 sm uzunluğunda qara qumaşdan tikilmiş bu əba xüsusi sandıq içərisində saxlanılır. Xirqe-i Şərifin saxlandığı otaqda Peyğəmbərin daha bir yadigarı, Üqab adlı qara rəngli bayrağın qalıqları mühafizə edilir. Müqəddəs əmanətlərin böyük bir hissəsini qədim Qur'an yazıları təşkil edir. Bu sırada dəri üzərində yazılmış ayrı-ayrı surələri qeyd eləmək yerinə düşər. Buradakı qədim Qur'anlardan biri 410 səhifədən ibarətdir. Hər səhifəsində 17 sətir vardır. Dəri üstündə kufi xətti ilə yazılıb. Onun əsas özəlliyi 3-cü xəlifə Osmana mənsub olmasıdır. Rəvayətə görə Osman bu Qur'anı oxuyarkən qətlə yetirilmiş və qanı səhifələr üzərinə tökülmüşdü. Peyğəmbərimizin əshab valisinə, qəssanə hökümdarına və yalançı Peyğəmbər Müseyliməyə ünvanladığı daha 3 məktub da Topqapı Muzeyində saxlanılır. Həzrət Rəsulullah saç saqqalını qırxarkən çox zaman səhabələr onun tükünü təbərrik olaraq götürüb saxlayırdılar. Topqapı Muzeyində qızıl işləməli şüşə qablar içində bu tüklərdən bir neçəsini görmək mümkündür. Müqəddəs əmanətlər arasında Allah Rəsulunun ayaq izlərinin mərmər üzərində bir neçə qəlibi də vardır. Bunlardan ən məşhuru Qüdsdəki müqəddəs qaya üzərində görünən və Peyğəmbərin meyracından yadigar qalan sol ayaq izinin surətindən hazırlanmış mərmər qəlibdir. Digər müqəddəs qədəm isə Peyğəmbərin sağ ayaq izinin əks etdirir. Qədəmin daban hissəsi sınıb qopmuş və sonralar gümüş tellərlə bağlanmışdır. Topqapı Muzeyində Peyğəmbərə məxsus olan 3 ədəd Nələyn adlı üstü açıq başmaq da vardır. Nələynlər dəridən hazırlanmışdır. Peyğəmbərimizə aid olan əmanətlərdən biri də o Həzrətin su içdiyi taxta camdır. Sonralar gümüş çərçivə ilə əhatələnmiş camın üzərində nəfis naxışlarla yanaşı Ayətül Kürsü həkk olunub. Topqapı Muzeyində Həzrət Rəsulullahın silahları da nümayiş etdirilir. O Həzrətin qamış cinsindən hazırlanmış yayının uzunluğu 118 sm, ağırlığı cəmi 286 qramdır. Peyğəmbərimizin Ühüd savaşında atılan bir daşla sınmış dişi də cəvahiratla işlənmiş xüsusi mücrüdə mühafizə edilir. Müqəddəs əmanətlər arasında keçmiş peyğəmbərlərin də xeyli yadigarı mövcuddur. Bunların arasında Həzrəti Musanın əsası, Həzrəti İbrahim peyğəmbərə aid edilən və mərmərdən yorulmuş qazan xüsusi yer tutur. Həzrəti Yusif peyğəmbərin əmmaməsindəki ağ parçanın tərkibi qədim Misir mumyalarının büküldüyü sarıqlara çox bənzəyir. Bu, Kəbənin qapısının açarıdır. Qızıl və gümüş ilə işlənmiş, üzərində kəlmə-i şəhadət cümlələri yazılmış açar, Məkkə şərifi tərəfindən Sultan Səlim Yavuza göndərilmişdir. Digər eksponat, Peyğəmbər məscidinin girişində yerləşdiyi ehtimal edilən Həzrəti Fatimənin qəbrinin taxta kilidi və açarıdır. Osmanlı sultanları Kəbə evini dəfələrlə təmir etdirmiş və qızıl zinətlərlə bəzəmişlər. Hər təmir zamanı köhnə hissələr ehtiramla İstanbula göndərilirdi.
Hal-hazırda Topqapı Muzeyində bunlardan bir neçəsi, müqəddəs Qaradaşın qızıl çərçivəsi, Kəbənin taxta qapısı, qızıl navalçası və qızılı saplarla işlənmiş örtükləri saxlanılır. Peyğəmbərimizin müqəddəs məzarının torpağı ilə doldurulmuş şüşə qablar və Mədinə torpağından hazırlanmış möhürlər də müqəddəs əmanətlər sırasındadır. Həzrəti Fatiməyə aid edilən ağ bez köynəyin üzərində sonralar Quran ayələri və müxtəlif dualar nəqş olunmuşdur. Peyğəmbərimizin xanımı Həzrəti Ayşənin ağ bez örtüyü başdan başa Quran ayələri ilə bəzədilmişdir. Bu köynəyin İmam Hüseynə aid edildiyi ehtimal edilir. Bu köynək isə Hənəfi məzhəbinin banisi İmam Əbu Hənifəyə aiddir. Peyğəmbərimizə mənsub edilən 99 sm uzunluğundakı iti uclu düz formalı qılıncın dəstəsi qızıla tutulmuş yaqut və firuzə daşlarla bəzədilmişdir. Peyğəmbərin digər qılıncının uzunluğu 100 sm-dir. Tiyəsinin üzərində gümüş xətlə o həzrətin adı və əsl nəsəbi yazılmışdır. Topqapı sarayında Raşidi xəlifələrinin də qılıncları saxlanılır. Bunların ən uzunu və ağırı Həzrəti Əliyə məxsusdur. 112 sm uzunluğa və 1618 qram ağırlığa malik silahın qırmızı taxta dəstəsi var. Tiyəsinin üzərində La fəta illa Əli, la seyfa illa Zülfüqar, yəni Əlidən başqa igid, Zülfüqardan başqa qılınc yoxdur hədisi yazılmışdır. Rəşid müəllim, Qurban Bayramını həm də bir fədakarlıq günü kimi qeyd edirlər, bu şəkildə adlandırırlar, təqdim edirlər və bu barədə çox yazılıb, ən gözəl kitablardan biri də elə Azərbaycanda da tərcümə olunmuş mərhum doktor Əli Şəriyyətin Həcc kitabıdır və həmin kitabda Həzrəti İbrahimin fədakarlığını çox gözəl bir bədii bir ifadələrlə bəyan edib oxucular üçün. Bax, bu barədə mən sizin fikirlərinizi öyrənmək istərdim. Yəni, lap elə tarixə qaydaq, Həzrəti İbrahim üçün qurban kəsmək nə demək idi? Həmin gün nə idi və biz həmin hadisədən nə dərslər almalıyıq, hansı ibrətləri götürməliyik? Qurbanın həqiqətən Allahın əmrlərinin qurban daxil olmaq üzrə çox böyük hikmətləri var. O hikmətləri insan bildiyi zaman bayramı daha gözəl, daha coşquyla keçirir. Bir az əvvəl söylədiyiniz ayə İbrahim əleyhissalamın etdiyi hərəkətlə çox əlaqəlidir. Kəsdiyiniz qurbanların nə ətləri, nə qanları Allaha çatmaz. Buyurulduğu kimi Allahın buna ehtiyacı da yoxdur. Allaha çatan sizin təqvanızdır. Təqva Allahdan çəkinməkdir. Təqva Allahdan qorxmaqdır. Təqva Allaha qarşı məsuliyyətli olmaqdır. Təqva Allaha təslim olmaqdır. Təqva Allahın əmrlərini yerinə yetirməkdir. Bunun hamısını biz Peyğəmbərlərdə, o cümlədən İbrahim əleyhissalamda görürük. İbrahim əleyhissalam qissəsinin əhəmiyyəti oradadır ki, İbrahim əleyhissalam onun üçün və hamımız üçün dünyada ən böyük nemət olan övlad ilə imtihana çəkildi. Övladı qurban ver. Övlad ilə imtihana çəkildi, bir. İkincisi, təslimiyyətlə, o təqva dediyimiz hadisə ilə imtihana çəkildi. Baxın, necə bir təslim olmuşdur ki Allaha, o şəksiz, şübhəsiz bunu övladına deyir və İsmail əleyhissalamın böyüklüyü də oradadır. O da canıyla imtihana çəkilir. O Allaha qurban gedəcək. Və o da atasına, ey atam, əmr olunduğun kimi hərəkət elə. Yəni, o da təslim olur. Burada biz təslimiyyəti öyrənirik. Qeydsiz, şərtsiz Allahın əmrinə təslim olmağı Allah Taala bu qissə ilə bizə öyrədir, bu hadisə ilə bizə öyrədir. İbrahim əleyhissalam başını aşağı salır və Allahın əmrinə itaat edir, Allahın əmrinə təslim olur. İsmail əleyhissalam da eyni zamanda hər ikisi fədakarlıq edirlər. O övlad imtihanı ilə, övladını qurban etməklə fədakarlıq edir. İsmail əleyhissalam da öz canını qurban verəcək, bununla fədakarlıq edir. Deməli, təslimiyyəti buradan öyrənirik, fədakarlığı buradan öyrənirik, Allahın əmrinə necə itaat etməyi buradan öyrənirik. Çox önəmli məsələdir. Və onlar soruşmurdular, nə üçün, nəyə görə? Allah əmr etmişdir və mən bunu yerinə yetirəcəyəm. Qurbanı biz həcc mərasiminə rast gəldiyinə görə ikisini eyni anda yerinə yetiririk. Bunun da çox gözəl hikməti var. Bilirsiniz ki, Allah Taala qəbul eləsin, hər kəsə qismət eləsin. Bu günlərdə, bu Qurban Bayramı günlərində həcc mərasiminin yerinə yetirildiyi gündür. Əslində həccin qayda qanunlarına baxdığımız zaman İbrahim əleyhissalamın İsmail əleyhissalamla bərabər imtihana çəkildiyi proseslər orada davam edir.
insanların hacca dəvət edilməsi də İbrahim əleyhissalamdan qalmışdır. Həcərül Əsvəd, Səfa və Mərvə arasında gedib gəlmək Həcər anamızdan qalmışdır. Yəni İsmail əleyhissalam qissəsi ilə əlaqəlidir. Şeytanın daşlanması məhz bu imtihanla əlaqəlidir. Çox qəribədir ki və çox mühüm məsələdir ki, Peyğəmbərimiz həcci yerinə yetirmiş və mən necə həcc edirəmsə siz də o şəkildə həcc edin, həccin fəzilətini ortaya qoymuş. Amma Peyğəmbərimiz İbrahim əleyhissalamdan qalan adət-ənənəni, ibadəti ihya etmiş və belə desək daha doğru olar mı bilmirəm. Təhrif olunmuş ibadəti yenidən ihya etmiş və islahatlar aparmış orada. Və bugün hacılar əslində Peyğəmbərimizin etdiyi həc mərasimini eyni zamanda İbrahim əleyhissalamın etdiyi həc mərasimini yerinə yetirirlər. Bu çox mühüm məsələdir. Yəni arada çox yaxın bir əlaqə var. Və onlar da orada qurbanlarını kəsirlər və əslində onların orada qurban kəsməsi, həc mərasimini yerinə etməsi, bayramı qeyd etməsi eyni zamanda həcdə olmayanlarla həmrəy olduğunu bildirir. Biz də eyni hadisələri yerinə yetiririk, dualar edirik, qurbanı kəsirik. Sadəcə olaraq fiziki şəkildə biz o müqəddəs torpaqlarda deyilik, onların duaları ilə bərabər oluruq. Vəhdət də buradan meydana gəlir ki, müsəlmanlar tək Allaha yönələrək, tək Peyğəmbərin etdiklərini edərək və qurbanlarını da o tək qəbul etdikləri Allah üçün kəsərək birliyi, bərabərliyi, vəhdəti və sülhü və əminamanlığı bu şəkildə təmin edirlər. Qurban bayramının və ümumiyyətlə bayramın İslam mədəniyyətində təmsil olunması barədə gəlin danışaq. Müsəlman ədəbiyyatında, Azərbaycan ədəbiyyatında bayrama nə kimi əhəmiyyət verilib və Qurban bayramı haqqında nələr deyilib, nələr yazılıb? Əvvəla onu qeyd eləyək ki, bu prinsipcə bayram olan və eyni zamanda da bir çox əməllərin sonu kimi nəticələnən Qurban bayramı, Qurban mərasimi ədəbiyyata daxil olmamış ola bilməzdi. Çünki bu gündə qədimdən bəri, yəni yarandığı gündən bəri insanların həyatında vacib rol oynayıb. Yəni o günü gözləyiblər. Siz fikir vermişsinizsə, indi bu gün də o adət davam eləyir. Bir lent də bağlayarlar ona, ayırarlar bir qoçu ki, bunu qurbana saxlamışam. Hətta Qurban bayramından bir müddət sonradan ya bir belə deyək, çətinliyə düşəndə insanlar, bir çıxılmaz vəziyyətə düşəndə, bir müşkülləri olanda qurban deyərlər, nəzir deyərlər və həmin gün onu yerinə yetirərlər. Bu ki, insanların ictimai həyatında, məişətində daimi iştirak edib, təbii ki, o ədəbiyyatı da köçüb, rəsm sənətinə də köçüb, digər sənətlərə də köçüb. Amma bundan başqa o insanların öz yaradanına, məhəbbətini ifadə eləməyin də bir forması olub. Şairlərimiz bunu qeyd ediblər. Uzun-uzun misallar çəkmək istəməzdim, amma qurban olmaq qoça layiqdirsə, Allah Teala buyurur ki, qoç kəsilməlidir. Amma insanlar da o Peyğəmbərimizə, imamlara, müqəddəs şəxsiyyətlərə, hətta öz yaxınlarına, əzizlərinə və yaxud ümumi mənada isə onların vasitəsilə isə Allaha o qovuşmağın yollarını, ya onların olan məhəbbətin izhar etmək üçün özlərini qurban ediblər və yaxud özlərini qurbanlığa bənzədiblər, qurbanlıqla müqayisə eləyiblər. Burada qəribə bir şey yoxdur. Çünki bəzən deyirlər ki, məsəl üçün biz işlədərik bir-birinə xoş məramla ya və yaxud belə deyək, nəvazişlə müraciət eləyəndə sənə qurban olum, qurban olaram sənə, belə ifadələrimiz var. Bu o demək deyil ki, insan orada o gəlir qoç vəziyyətinə düşür, yəni heyvanla müqayisə olunur. Bu o deməkdir ki, əslində o İbrahim əleyhissalamın, İsmail əleyhissalamın necə qıydığı ilə müqayisə olunur. Necə ki, o övladına qıyardı ki, Allaha görə, baxmayaraq ki, övlad bu qədər candan əzizdir, sən də o qədər əzizsən mənə. Yəni, Allahın bəndə arasında olan o məhəbbətini insan öz arasında yaratmaq niyyəti ilə bu sözü deyir. Ədəbiyyatda da bu köçüb. Ədəbiyyatda da çox vaxt ki, bəzən rədiflərdə qurban olum, istifadə olunub və yaxud belə bir beyt var, çək qılınc qaşları, çatdır sona eşqin həccin,
Axı qurban mərasimi ilə həcc mərasimi sona çatır. Yəni, qurban kəsəndən sonra artıq hacı sayılmış olursan. Ondan sonraki təvafun, ondan sonraki əməllər artıq hacı kimi onları yerinə yetirirsən. Çək qılınc qaşları çatdır sonra eşqin, həccin, sənə qurbandır bu can, kəs məni qurban yerinə. O həcc mərasimində də belədir. Kim orada iştirak edibsə, Allah qismət eləsin. O mərasimi də bütün o ehsasla günbəgün ki, müxtəlif yerlərdə onu yerinə yetirirsən, bayaq qardaşımız qeyd elədi, o bir müəyyən məntəqələri dəyişə-dəyişə onları yerinə yetirsən. Necə ki, İbrahim əleyhissalam onları yerinə yetirmişdi, necə ki, Hacər onun xanımı yerinə yetirmişdi, necə ki, İsmail əleyhissalam yerinə yetirmişdi. Sən də davamı ilə ardıcıl olaraq onların mənasını, rəmzini anlayaraq və onları həyatında sabah yerinə yetirməyə bir növ boynuva götürərək onları davam edirsən və gəlib çatırsan son həddə o tam yaxınlıq yenə qurbanlıq mərasimi ilə nəticələnir. Biz ənənə üzrə tamaşaçılarımızı maraqlandıran suallardan birini dini ekspertimizə ünvanlayırıq. Bugün də qurbanlığın ehkamı haqqında bizim ekspertimiz məlumat verəcək. Qurbanlıq necə kəsilməlidir, hansı növ heyvanlardan kəsilməlidir, hansı qaydada kəsilməlidir və əti nə şəkildə paylanmalıdır. Bilirik ki, qurban bayramı adətən bayram günündən sonra da bir neçə gün davam edir. Ona görə də bugün biz günün sonuna yaxın axşamüstü sizinlə görüşsək də sabahki və ondan sonraki günlərdə də qurban kəsmək olar və o zaman bu qayda qanunlara riayət etməyi tamaşaçılarımıza tövsiyə edirik. Bu sualı isə Bakı Dövlət Universiteti İlahi Fakültəsinin müəllimi Aqil Şirinov cavab verəcək. Gəlin birlikdə Aqil müəllimin həmin sualı cavabını izləyək. Qurban bayramı İslamın ən əhəmiyyətli iki bayramından biridir. Qurban ərəb dilində qurb kəlməsindən törüyüb və yaxınlaşmaq mənasını verir. İslahi mənada isə, terminoloji mənada isə qurban Allaha yaxınlaşmaq üçün təqdim edilən şeydir. Və qurban bayramında təqdim edilən heyvana da bu mənada qurban deyilmişdir. Qurban hansı heyvanlardan kəsilə bilər? Bunun haqqında biraz məlumat vermək istəyərdim. Qurban qoyun, mal və dəvə cinsindən olan heyvanlardan kəsilir. Qoyunlar və keçilər 1 yaşına çatmış heyvanlardan kəsilir. Lakin 1 yaşına çatmasa da 1 yaşına yaxınlaşmış, lakin 1 yaşındakı kimi görünən heyvanlardan, qoyunlardan və keçilərdən də qurban olar. Mal isə, yəni inək isə 2 yaşına çatmalıdır. Dəvədə isə 5 yaş sərhəddi gətiriblər. Yəni 1 yaşına çatmış qoyundan, 2 yaşına çatmış inəkdən və 5 yaşına çatmış dəvədən qurban bayramında müsəlmanlar qurban kəsə bilərlər. Qurban kəsərkən qurban kəsilən heyvanın sağlamlığına da diqqət etmək lazımdır. Və unutmamaq lazımdır ki, biz bu qurbanı Allah Taala üçün kəsirik. Yəni ən mükəmməl varlıq üçün kəsirik. Və bu baxımdan qurban heyvanlarının da gözəl olması, fiziki qüsurlarının olmaması çox böyük əhəmiyyət kəsb edir. Və qurban kəsəndə fiziki qüsurlara, ciddi fiziki qüsurlara sahib olan heyvanlardan qurban kəsməmək tövsiyə olunur. Və eyni şəkildə qurban kəsərkən yenə biz mükəmməl olan bir Allaha qurban kəsdiyimiz üçün burada kəsilmə qaydasında da mükəmməlliyə riayət etməliyik. Yəni gigiyenik qaydalara riayət etməliyik. Bəzən cəmiyyətimizdə görürük ki, qurban kəsirlər və yolun ortasında onu qanını və başqa üzvlərini qoyub gedirlər. Bu doğru deyil dinimizə görə. Higiyenik qaydalara əməl olunmalıdır mütləq. Əlbəttə ki, qurbandan məqsəd Allaha yaxınlaşmaqdır. Bunu da qeyd etmək istərdim ki, Qurani Kərimdə qeyd olunduğu kimi bu qurbanların nə ətləri, nə qanları Allah Taala'ya çatmır. Əsas Allahın bizdən istədiyi təqvadır. Yəni Allaha yaxınlaşmaq niyyətimizdir və Allahdan çəkinməmizdir. Qurban ətinin paylanmasına gəlincə isə dinimiz qurban ətinin 3 yerə ayrılmasını tövsiyə edir. Bu 3də1 hissəsini qurban kəsən şəxs öz ailəsinə ayırır. 3də1 hissəsini öz yaxınlarına, qohum-əqrəbəsinə paylayır və 3də1 hissəsini isə kasıb, küsuba, sədəqə kimi verir. Və dinimiz eyni zamanda qurban kəsərkən, qurban paylayarkən bu qurbanın mütləq kasıblara paylanmasının da lazım olduğunu bildirir. Yəni o 3də1 hissəni kasıblara paylasaq, Allah qatında daha böyük bir savab əldə edərik. Biz veriliş boyunca da dəfələrlə vurguladıq. Bugünkü görüşümüz həcc mövsümü günlərinə düşür və milyonlarla müsəlman bugün müqəddəs məkanda
bu müqəddəs ibadəti yerinə yetirirlər və onların arasında bizim də minlərlə vətəndaşımız var. Allah onların hamısına qismət etsin ki, hacı adını əldə etsinlər, qazansınlar Allahın qarşısında və sağ-salamat olaraq öz torpaqlarına, öz vətənlərinə qayıtsınlar. Siz də hər iki qonağımız hacda olmusunuz və bu ibadəti özünüz şəxsən yerinə yetirmişsiniz. Həmin günlərin fəzilətini, dəyərini özünüz görmüşsünüz, müşahidə etmişsiniz. Bax, çox qısa şəkildə mən sizdən xahiş etmək istərdim ki, hər biriniz həcc təəssüratlarınız haqqında tamaşaçılarımıza məlumat versin. Bir növ elə qiyabi olaraq tamaşaçılarımızı bir növ həccə aparaq, belə deyək. Və həcdə siz nə gördünüz və yadınızda ən çox qalan həcdə nə oldu? Bax, bu barədə gəlin danışaq. Buyurun. Açığı indi bu həclə bağlı çox geniş danışmaq olar. Mənə ən çox təsir edən orada səhnə, çox xoşuma gələn səhnə ondan ibarət oldu ki, dünyanın müxtəlif regionlarından, müxtəlif bölgələrindən, rəngindən, irqindən, məzhəbindən, düşüncəsindən, milliyyətindən asılı olmayaraq hər kəs ora gəlir və Allaha yönəlir. Allaha istiqamətlənir, Allaha yalvarır. Və müsəlmanların orada görüşməsi çox mühüm məsələdir. Müsəlmanlar orada bir-birinə görüşürlər, bir-birinə düşüncələrini, fikirlərini, problemlərini paylaşırlar, bölüşürlər. Haccın bu tərəfi də çox önəmlidir. Və ən önəmli tərəflərindən biri insana təsir edən peyğəmbərlərin olduğu yerdə olursunuz. Bunu dərk eləmək lazımdır. Yəni peyğəmbərlərin getdiyi addımlarla siz də gedirsiniz və ya sahabələrin, İslam böyüklərinin olduğu yerlərdə olursunuz. Bunun fərqinə varmaq lazımdır. Bunun fəzilətini qazanmağın düşünmək lazımdır bunu. Orada ən çox təsir edən məqamlardan biri, mən çox müsəlman gördüm ki, onlar ayaq üstə ibadətlərində ağlayaraq, göz yaşı tökərək Rəblərinə yönəlirlər. Bu çox önəmli məsələdir. Yəni göz yaşları tökürlər. Kimisi hönkür-hönkür ağlayır, kimisi sakit ağlayır. Yəni bunlar hamısı günahlarının bağışlanmasını istəyirlər. Bu insanın Allaha yaxın olduğu bir yerdir, bir məqamdır. Onu demək istəyirəm. Bir zamandır. Yəni hər zaman o hönkürtü ilə, o duyğu ilə, o hissiyatla bəlkə Allaha yaxınlaşmaq olmur. Amma o məkan, o zaman, o yer insan bunu dərk edir və insan Allaha o şəkildə yalvarır. Və hədisdə də buyurur ki, Rəbbim mələklərə buyurur ki, bəndəm nə istəyir? Deyir, ya Rəbbi, səndən bağışlanma istəyir. O bəndəmi bağışladım. Ora bağışlanma yeridir. Günahlardan təmizlənmə yeridir eyni zamanda. Əlbəttə, hər bir yerdə bunu eləmək olar. Yəni, bunun tövbənin yeri, məkanı yoxdur. Amma orada ayrı bir məna vardır. Ayrı bir xüsusiyyət meydana gəlir ki, insanlar bu şəkildə Rəblərinə yönəlirlər. Kəbənin ehtişamı, Kəbə özünü cəlb edir. Həqiqətən onun müqəddəsliyi oradadır. Baxdıqca, saatlarca baxırsan və onu özünə cəlb edir və doymursan Kəbəyə baxmaqdan. Bax, bu məqamları mən xüsusilə qeyd eləmək istəyirəm. Arif müəllim, sizin təəssüratlarınızda işləyək, buyurun. Mən əslində bu mənim işimdir ki, insan hisslərini sözə çevirə bilim. Amma elə hisslər var ki, onlar əgər sözə çevrilsəydi, daha bizə ehtiyac qalmazdı. Yəni bu dövrdə şairə ehtiyac qalmazdı. Nəinki bu dövrdə. Yəni onu bircə Məhəmməd Füzuli yazardı, kifayət elə. Eşqdir o, məhəbbətdir ki, onu sözə çevirib tam bir tablo şəklində insana çatdırmaq mümkün deyil. Hər dəfə onun bir parçası olur, hər dəfə. Mən bilən o mərasim də o cürdür. Çünki sən o hiss eləyirsən ki, sən elə bir yerdəsən, əvvəla o ehtişam, o təntənə, o insanların hamısının eyni cür giyinməsi, eyni formada olması, hamısının üzündə olan qeyd elədi o. Mən də gələndən sonra bir həcc haqqında şeir yazdım. Oradan idi bir bənd yadıma düşdü. Çağlayır insan seli, dillərdə ah, gözlərdə yaş. Hər təvafından gəlir ruha təlaş üstdən təlaş. Qoç nədir qurban kesim, qurban bu can, qurban bu baş, hansı sözlə eyliyim bu eşqi izhar Kəbəyə, vəslə yetsin hər kimin ki, həsrəti var Kəbəyə. Təəssüf edirəm, böyük şeydir, yadımda deyil. Amma elə bir buradan görsənir ki, mən özüm də şeiri yaza-yaza, təsvirləri verə-verə yenə deyirəm hansı sözlə, necə söz tapım, hansı ifadə olsun ki, o söz, o mənim məhəbbətimi və yaxud oradan aldığım həyəcanı ifadə edib çatdırsın. Həqiqətən elə bir yerdir ki, nə qədər onun haqqında danışsın. Uzun-uzadı danışmaq olar. O hər bəlkə əməl barədə, o məqamlar ki, rastlaşdığın qəribəliklər uzun-uzun danışarsan. Amma mən inandırıram sizi ki, o qarşıda sizi dinləyən insan özü orada olmayınca bunu hiss eləməz. Və yaxud olandan sonra da deyər ki, o zəif danışdı. Evet. Yəni, nə qədər danışsan, o hissi verə bilmirsən. Çünki o auranın içərisinə düşmək, o
necə deyərlər, məqamı yaşamaq başqa bir şeydir. Tamam, heç nə ilə müqayisə olunmaz. Mən indi bizim Azərbaycan vətəndaşları, ümumiyyətlə bütün dünya müsəlmanları ki, həcc ziyarəti yerinə yetirirlər. Mən də Allahdan təvəqqə eləyirəm ki, onların ziyarətləri qəbul olsun, sağ-salamat öz evlərinə, eşiklərinə dönsünlər və bütün xalqımızı da bu Qurban Bayramı münasibətinə, müqəddəs gün münasibətinə təbrik eləyirəm. Allahın bərəkəti ruzi süfrələrindən, özlərindən, həyatlarından əsir olmasın inşallah. Amin. Çox sağ olun. Biz də bu təbriklərə qoşuluruq və sizə də maraqlı söhbətinizə görə təşəkkürümü bildirirəm. Sağ olun. Çox Sağ olun. Hədislərin birində buyurulur ki, qurbanlıq heyvanın qanının ilk damcısı yerə töküləndə Allah Taala bu qurbanı kəsən adamın günahlarını bağışlayar. Amma qurban kəsərkən 3 məsələyə diqqət yetirməyinizi hamınızdan xahiş edərdim. Birincisi, qurbanlıq günü, Qurban Bayramı fədakarlıq bayramıdır. Elə bizim kəsdiyimiz qurbanın xüsusiyyətlərindən də bu görünür. Allah yolunda ən sağlam və ən çox bəyəndiyimiz, ən çox imkanımıza, pulumuza layiq olan bir heyvanı qurban kəsməliyik. İkincisi, qurban kəsərkən kasıbları, ətrafımızda olan ehtiyacları unutmayaq. Onların paylarını bol-bol verək. Və üçüncüsü, hansı ruzidən qurban kəsdiyimizi yaxşı-yaxşı düşünək. Çünki Allah yalnız halal yoldan qazandığımız ruzini Allah yolunda qurban kəsməyə icazə verər və bu qurbanı qəbul edər. Allah amanında.